Salam dostlar, bugün mən sizə Kim Scott'ın Radical Candor, yəni radikal səmimiyyət və yaxud ifrat səmimiyyət nəzəriyyəsi haqqında danışacağam. Karyerasının əvvəlində Kim Scott Google-da işləyərkən Enrique adında bir əməkdaşla tanış olur. Enrique çox gözəl insandır, çox mehriban bir insandır və kollektiv tərəfindən çox sevilir. Amma bir problem var. Onun işinin keyfiyyəti, performansı komandanın ümumi işinin keyfiyyətindən bir qədər geri qalır. İlk başlarda Kim bunu ona bildirmək istəmir. Çünki Enrique gözəl insandır və onun xətrinə dəymək istəmir. Amma zaman keçdikcə artıq Enrique'nin performansı komandanın ümumi performansına neqativ təsir etməyə başladı. Və Kim məcbur oldu, Enrique'ni çağırdı, təkbətək danışdı ki, sənin performansın bizi qane etmir və təəssüf ki, yollarımızı ayırmaq məcburiyyətindəyik. Həmin anda Enrique'nin verdiyi sual Kimin bundan sonraki rəhbərlik, menecer karyerasında ciddi dönüş nöqtəsi oldu. Belə ki, Enrique soruşdu ki, niyə indiyə kimi bunu mənə deməmişdiniz? Niyə indiyə kimi sizdən ancaq xoş, pozitiv rəftar görmüşəm? Bu hadisədən sonra Kim Scott Radical Candor adlandırdığı nəzəriyyəni inkişaf etdirdi. Kim Scott deyir ki, yaxşı lider olmaq üçün iki əsas şey lazımdır. Birincisi, insan kimi qayğı göstərmək, ikincisi, səmimi olmaq, açıq danışmaq. Bu iki anlayışın koordinat oxunda kəsişməsini təsəvvür etsək, burada 4 fərqli anlayış yaranır. Əgər ortada qayğı varsa da, amma açıq danışmaq, səmimiyyət yoxdursa, bu zərərli empatiyadan başqa bir şey deyil. Eynən Enrique'nin hekayəsində olduğu kimi, siz insana yaxşılıq etdiyinizi düşünürsünüz, amma əksinə onun inkişafına mane olursunuz. Yox, əgər yalnız tənqid varsa da, amma qayğı yoxdursa, empatiya yoxdursa, bu kobud aqressiyadan başqa bir şey deyil. Həm qayğının, həm səmimiyyətin olmadığı yer manipulativ güvənsizlik adlanır. Bu haqda ümumiyyətlə danışmağa dəyməz. Əsas məsələ həm açıq sözlülüyün, səmimiyyətin və eyni zamanda da qayğının kəsişdiyi, Kim Scott'ın da tövsiyə etdiyi əsas ünsiyyət metodu bu Radical Candor, yəni radikal səmimiyyət adlanır. Kim Scott düşünür ki, liderlik insanların xoşuna gəlmək deyil, o insanları inkişaf etdirmək sənətidir. İnkişaf isə yalnız səmimiyyət və empatiyanın kəsişdiyi nöqtədə baş verə bilər. Elə liderlərin də bir nömrəli işi insanlara feedbacki rahat verib, eyni zamanda rahat qəbul edəcəyi güvənli bir mühiti formalaşdırmaqdır.